Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Deməli, bu yaxınlarda bir video paylaşdıq. Harda ki, o videoda, o dərsdə biz səhabələrin fəzilətinə dair olan ayətləri zikr etdik. Harda ki, Allah subhanahu wa ta'ala onlardan razı qaldığını buyurur və həmçinin mühacir və ənsarları, onların fəzilətini Allah subhanahu wa ta'ala Qur'an-ı Kərimdə bildirir. Və bundan sonra Rafizi Cahil Qasım Səfərov adlı biri çıxdı, cavab verdi, iradlarını bildirdi və əslində onun iradları elə Qur'an-ı Kərimədir, Allahın ayətlərinədir. Və bu da heç də təəccüblü deyil, çünki bir əqidə ki, Qur'anın təhrifi etiqadında olan alimlərin kitablarına etimad göstərir, o alimlərə etimad göstərir, o alimlərdən bəhrələnirsə, onlardan faydalanırsa, Məclisi kimi, Kuleyni kimi, Qummi, Təbərsi, Əbul Həsən Əl-Amili, Əyyəşi, Adnan Əl-Bəhrani, Nu'mani və digərləri, çox adlar çəkmək olar. Onlar üçün ayətləri inkar etmək, o ayətlərə, belə deyək, ayətlərə küfr etmək normal bir şeydir. Və açıq-aşkar ayətlər gətirdik və yenə də indi gətirəcəyik, harda ki, Allah subhanahu wa ta'ala səhabələrin fəzilətini bizə zikr edir, bizə bildirir və ilk öncə dinləyək onun müəyyən o gətirdiyi iradlara və cavab verək inşallah. Ümumiyyətlə, biz tez-tez bu məsələyə işarə edirik ki, fəhmlərində problem var. Bunlar ayələri, hədisləri, elə alimləri də, bunlar da alimlərindən götürürlər. Baxın, səhabələr haqqında Allah Azza və Cəllə hər hansısa bir Qur'an ayəsində radiyallah deyibsə, Allah onlardan razıdır deyibsə, səhabələr, vəhabilər götürüblər bu ayələri, düzəliblər yola ki, vəssalam. Qiyamətə qədər daha bunlar nə xəta edirlər eləsinlər, Allah bunlardan razıdır. Allah heç də Qur'an-ı Kərimdə mütləq olaraq bütün səhabələrdən qiyamətə qədər hər nə edirlər etsinlər razıdır məsələsi yoxdur. Bir dənə açıq-aşkar ayə buna dair gətirə bilməzlər Qur'andan. Heç bir vəhabi, heç bir səhabə ədaləti müdafiə edən şəxs Qur'andan açıq-aşkar ayə gətirə bilməz ki, Allah deyir ki, mən səhabələrdən razıyam, qiyamətə qədər nə səhv edirlər eləsinlər. Əsla, biz onun əleyhinə dəlillər gətiririk əksinə. Qur'an-ı Kərimdə sadəcə Allah görüb ki, böyük ellər ağız altında deyib, mən sizdən razı oldum. Bu o demək deyil ki, üstündən illər keçsin, Muaviyə Siffin fitnəsini çıxarsın, Təlhə Zübeyir Cəməl fitnəsini çıxarsın və hədisləri var o səhih kitablarında ki, fiskdir, bu küfürdür, bu və s. Və sən gəlib deyirsən ki, Allah onlardan razıdır, sən niyə Ayşədə aşıb qaxtarırsan, sən niyə Ömərdə səhv axtarırsan? Deməli, birinci ilk olaraq, yəni mübahisə etdiyimiz zaman Allah subhanahu wa ta'ala bizə yol göstərir ki, Qur'an-ı Kərimdə Nisa surəsinin 59-cu ayəsində əgər bir şey haqqında yəni mübahisə etsəniz, Allaha və axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. Və biz də ilk öncə Allahın kitabına, Qur'an-ı Kərimə üz tutmalıyıq. Yəni o məsələlər xüsusən Qur'an-ı Kərimdə varsa, Qur'ana baxmalıyıq və açıq-aşkar bu məsələlər Qur'an-ı Kərimdə zikr olunub. Və daha sonra misal olaraq deyə bilərsən ki, namazın qılınış formasını sən mənə Qur'andan gətir, mən sənə bir şey gətirə bilməyəcəm. O zaman bəli, yollanacağıq sünnəyə, hədislərə baxacağıq. Amma açıq-aşkar Qur'an-ı Kərimdə var. İlk öncə Qur'an-ı Kərimə nəzər salaq və Qur'an ayətlərinə diqqət göstərək, baxaq. Deyir ki, Allah radiyallah deyibsə, yəni radiyallahu anhum deyib, Allah onlardan razıdırsa, qiyamətə qədər razıdır demək deyil də bu. Və nə istəyirlər eləsinlər, mən səhabələrdən razıyam, qiyamətə qədər, problem yoxdur, nə eləyirlər eləsinlər. Burada zazur yerdə qoyur ki, nə istəyirlər eləsinlər ki, yəni təbii ki, belə bir ayət mən gətirə bilməyəcəm ki, nə istəyirlər gedin eləyin. Belə bir şey yoxdur. Heç Peyğəmbərinə belə açıq-aşkar Allah subhanahu wa ta'ala demir ki, get nə istəyirsən elə. Əksinə deyir ki, əgər şərik qoşsan, sənə və səndən öncəkilərə biz belə vəhy etmişik, şərik qoşsan, bütün əməllərin puç olar, qiyamət günü ziyana uğrayanlardan olarsan. Hətta Peyğəmbərlərə belə bu məsələdə belə bir güzəş deyək, yəni belə bir açıq qapı yoxdur ki, gedin nə istəyirsiniz eləyin, yox. Xüsusən səhabələrə min bəbil əvlə. Və burada deyir ki, gətir ayət göstər ki, harda ki, Allah Teala deyir ki, onlardan axıra qədər razıdır. Yəni qiyamətə qədər. Yəni bu müvəqqəti razılıq idi. Bunun deməyindən belə çıxır ki, müvəqqəti razılıq idi. Allah Quranda buyurdu ki, onlardan razıyam. Sonra onlar dindən çıxıb kafir oldular və necə ki bunlar
iddia eləyirlər ki, 7-8 səhabə, yəni bir neçə səhabə xaric, hamısı mürtəd oldu, kafir oldu, dindən çıxdılar. Bizim rivayi kitablarımızda var ki, Peyğəmbərdən sonra fəqət 7 nəfər mömin olub. Neçə min nəfərin içində 7 nəfər. Rivayətimiz var ha. 7 nəfər. Elə onlar xanım Zəhra selamun əleyha təşyid cənazəsində iştirak elədi. Səlman idi, Əbazər idi, Miqdad idi, Əmmar Yasir idi. Ağa Əmirəl-Möminin idi, balası İmam Həsən ağa, İmam Hüseyn ağa. Və bir neçə ayətlər oxuyaq. İlk olaraq, baxaq Hədid surəsi 10-cu ayədə Allah Teala buyurur ki, sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz, halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Sizlərdən, yəni mallarını Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər, yəni kafirlərə qarşı döyüşənlər başqaları ilə eyni deyirlər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Yəni dərəcə etibarı ilə fəthdən qabaqki olan səhabələrin fəziləti daha üstündür. Və sonra Allah Teala nə buyurur? Allah onların hamısına ən gözəlini vəd etmişdir. Ən gözəli nədir? Allah vəd eləyib ən gözəlini. Cənnəti yəni. Allah nə etdiklərinizdən xəbərdar. Yəni Allah Teala vəd verir cənnəti, sonra da vədinə xilaf çıxır bunun deməyinə. Digər ayədə Allah Subhanahu wa Taala Tövbə surəsi 88-ci ayədə buyurur ki: "Lakinnər rasul vellezina amanu ma'ah." Lakin deyir Rəsul və onunla birgə iman gətirənlər cahadu bi amwalihim və anfusihim, öz malları ilə, nəfsləri ilə, yəni canları ilə, malları ilə cihad elədilər Allah yolunda. Və ulaika lahumul xeyrat. Onlar üçün nemətlər vardır, xeyirlər vardır. Və ulaika humul muflihun. Uğur qazananlar, qurtulanlar da onlardır deyir, məhz onlardır. Allah Subhanahu wa Taala onlara görə nə vəd edir? Yəni onlar uğur qazananlardır. Onlar xeyir üzərində olanlardır, onlara nemətlər vardır. Birinci nemətlər oldu, sonra Allah Taala öz vədinə xilaf çıxdı. Yox, daha siz dindən çıxdınız, o sözümü geri götürürəm. Haşa. Yəni bu ayətdə keçən Allahın Rəsulunun yanında olan və onunla bərabər cihad eləyənlər kimlər idi? 7 nəfərlə gedirdi cihada. Allahın yanında olan, Allah Rəsulunun sallallahu aleyhi ve sellem yanında olan elə onun səhabələri idi. Malları ilə, canları ilə cihad elədilər və Allah Teala onları Qur'an-ı Kərimdə təriflədi. Onlara gözəl olanı, cənnəti vəd etdi. İndi çıxıb deyirsən ki, yox, müvəqqəti idi o. Yəni Allah Teala vədinə xilaf çıxdı. Ya bunu sən deyirsən, bununla sözündən bu çıxır. Və ya deyirsən ki, demək istəyirsən ki, Allah bilmirdi ki, bunlar sonra mürtəd olub dindən çıxacaqlar. Allaha cahillik nisbət elədi ki, Allah bilmirdi. Daha sonra Allah Teala digər ayələrdə buyurur ki: "Lil fuqara'il muhacirinellezina ukhrijū min diyārihim və amwālihim yebtagūna fadlan minallāhi və ridvāna və yansurūnallaha və rasūlehu ulaika humus-sadiqūn." Qənimətlər haqqında deyir, Allahın lütfünü və razılığını qazanmağa can atan, Allaha və onun rəsuluna yardım edən və yurdlarından çıxarılan, mallarından, yəni evlərindən digərgin edilən yoxsul mühacirlərə aiddir. Yəni bu pay bunlara da düşür. Onlar ulaika humus-sadiqun. Onlardır sadiq olanlar. Məhz onlardır sadiq olanlar. Mühacirlər, daha sonra ənsarlar gəlir. Növbəti ayətdə "Vellezîne tebevve'ud-dâra vel-îmâne min qablihim yuhibbûne men hâcera ileyhim ve lâ yecidûne fî sudûrihim hâceten mimmâ ûtû ve yu'thirûne alâ enfusihim ve lev kâne bihim khasâsa." Onlardan öncə yurt salmış, yəni Mədinədə yerləşmiş, iman gətirmiş kimsələr, yəni ənsarlar, öz yanlarına, onların yanına hicrət eləyənləri sevər və onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymazlar. Özləri ehtiyac içində olsalar belə onları özlərindən, yəni mühacirləri, özlərindən üstün tuturlar. Nəfsinin tamahından, "Və men yuqa şuha nefsi feulaika humul muflihun." Nəfsinin tamahından qorunan kimsə nicat tapmışdır. Və bundan sonraki gələn ayətdə Allah Teala buyurur ki, bu ayətlərdən sonraki növbəti ayətdə
وَالَّذ۪ينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذ۪ينَ سَبَقُونَ بِالْا۪يمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا رَبَّنَا اِنَّكَ رَءُوفٌ رَحِيمٌ. Onlardan sonra gelenler, yani söhbət kimdən getdi? Mühacir və ənsarlardan. Allah Teala muhacirləri, ənsarları, onların fəzilətlərini zikr etdi. Sonra nə gəlir? Növbəti ayətdə Allah Teala deyir ki, onlardan sonra gələnlər, sonraki nəsillər yəni, deyərlər ki, ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla, qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə, həsədə, kinə yer vermə. Ey Rəbbimiz, həqiqətən də sən şəfqətlisən, rəhimlisən. Bax, budur üslub. Allah Teala bizə bunu öyrədir. Bizdən öncə iman gətirmiş qardaşlarımıza olan mövqeyimiz bu cür olmalıdır. Və mən keçən videomda dedim ki, bəli, bunların xətaları var. Və Allah Teala bizə yol göstərir ki, bağışla, Rəbbimiz onları bağışla, belə deyərlər. Bizi və onları bağışla və qəlblərimizə kin-küdrət saxlama. Bu ayətlər haqqında düşünmək lazım, tədəbbür etmək lazımdır, iman gətirmək lazımdır. Allah Teala mühacirləri, onların fəzilətini zikr eləyir, ənsarların fəzilətini zikr eləyir və sonra onlardan sonra gələnlər barəsində deyir ki, deyərlər ki, Rəbbimiz bizi və onları bağışla, qəlbəmizdə onlara kin saxlama. Bax, budur. Təbii ki, hər kəsin asilikləri, günahları olur, var. Biz o səhabələrə məsum demirik. Necə ki, keçən videomda da mən dedim ki, biz o səhabələrə məsum demirik. Onların da xətaları var, amma xeyir əməlləri xətalarından qat-qat çoxdur. Xətalarının üstünü örtür. Və bizə düşən nədir? Bax, bu ayətə əməl etmək. Bu Həşr surəsinin 10-cu ayəsinə ki, Allah Teala bizə bu cür öyrədir ki, onlardan sonra gələnlər deyərlər ki, Rəbbimiz bizi və onları bağışla, bizdən öncə iman gətirənləri bağışla, qardaşlarımızı və qəlblərimizdə onlara qarşı kin-küdrət saxlama. Və həmçinin Tövbə surəsinin 88-89-cu ayətlərində Allah Teala buyurur ki, Lakinər Rasulü vəl-ləzīnə əmənu ma'ahu cahadu bi amwalihim və anfusihim. Lakin Rəsul və onunla birlikdə iman gətirənlər malları və canları ilə cihad edirlər. Cihad etdilər və ulaikə humul muflihun. Uğur qazananlar da elə məhz onlardır. Növbəti ayədə Allah Teala buyurur ki, 89-cu ayədə Əəddəllahu ləhum cənnatin təcri min təhtihəl ənhəru xalidinə fiyhə. Allah onlar üçün altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Zəlikəl fəvzul azim. Bu böyük bir uğurdur. Bu da Allahın onlara cənnət vəd etməsidir. Yəni sənin gəlib deməyin ki, Allah əvvəl onlardan razı idi, sonra yox. Və harda ayət var ki, Allah onlardan əbədi razıdır, deyə ayətlər. Budur ayətlər. Siz nə oxşuyur? Elə bir nəfər bir dənə qonşunun uşağına konfet verib bayırda. Qonşu da deyib ki, Allah səndən razı olsun. Yaxşı iş görmüsən, mən səndən razı qaldım. Üstündən bir müddət keçir, bu qonşu həmin bu uşağı, şokolad verdiyi uşağa bir şillə qoyur qulağının dibinə. Vəhabilər də götürüb düzəlirlər yola ki, sən niyə bu şillə vurmağından irad tutursan ki? Onu vurub da qoy kənara. Əsas odur ki, onun atası ona dedi ki, mən səndən razı qaldım. Razı qaldı, yaxşı məndən görə razı qaldı da. Ondan sonra o demək deyir ki, Allah harda hansı ayətdə deyib ki, mən sizdən qiyamətə qədər razıyam. Nə edirsən elə? Get qardaş, neçə min sahabənin, tabiinin qanunu töküb əməldə siffeyində mən səndən razıyam. Kef elə, behişdə otur gidən. Görürsünüz nəyə misal gətirir. Allaha nə cür misallar çəkir. O qonşunun, uşağın atası bilmirdi ki, ona şillə vuracaq. Deyib, Allah səndən razı olsun. Bu məsələnin nə dəxli var bu ayətlərə? Allah subhanahu wa ta'ala bilmirdi nə olacaq. Açıq-aşkar sənin gətirdiyin misaldan belə çıxır ki, Allah Teala bilmirdi ki, bunlar belə eləyəcəklər. Dindən çıxıb mürtəd olacaqlar. Yəni, qonşunun uşağının atası necə ki bilmirdi ki, konfet verdiyi adam sabah şillə vuracaq onun uşağına. Və həmin misal kimi də Allah Teala da bilmirdi ki, onun təriflədiyi, onun cənnət vəd etdiyi və razı qaldığı səhabələr sabah dindən çıxıb mürtəd olacaqlar. Bunun gətirdiyi misala bax. Və yenə də deyirəm, biz demirik səhabələr məsumdular, onların günahları yoxdur, xətaları yoxdur. Hər bir insanın xətası var və hər bir insanın səhvi var. Bizə düşən mövqey nədir? Biz hansı mövqedə olmalıyıq? Onu da biz Quran-ı Kərimdən götürürük ki, qəlblərimizi onlara qarşı salamat etməliyik. Onlar üçün bağışlanma diləməliyik.
və Qur'an-ı Kərimi onlar bizə rəvayət eləyib. Yəni onların vasitəsilə Qur'an-ı Kərim gəlib bizə çatıb və onların salih əməllərini Allah Taala Qur'an-ı Kərimdə bildirib ki, onlar İslam üçün Allah yolunda nələrə məruz qaldılar, nə əziyyətlər çəkdilər, nə cür onlar Allah yolunda vuruşdular, hansı məşəqqətlərə məruz qaldılar. Səhvlər hamıdan tapmaq olar. Hər bir sahabədən, hər bir kəsdən biz nəsə tapıb çıxarda bilərik ortaya, amma bizə o yaraşmaz. Deyirsən ki, Əbu Hüreyrə gəldi, Ömər belə bir söz dedi, radiyallahu anhum ecmaîn. Gəldi nəsə dedi ki, yəni Allahın düşməni və yaxud nə. Ola bilər insan qəzəblənib və qəzəb anında birinə nəsə desin. İnsandır bu. İnsan qəzəblənir, nəsə deyə bilər. Ki sən bu malı dağıtmısan, sən cəmaatın malını dağıtmısan, o deyir ki, vallahi mən eləməmişəm belə bir şey. Aralarında bu söhbət. Musa aleyhissalam da qəzəblənmişdi. Qəzəbindən o lövhələri əlində olanları atdı yerə. Qardaşın başından tutdu, çəkdi özünə. Cəmaatın içində başladı ona üstünə qışqırmağa, müəyyən sözlər deməyə. İndi biz götürək bu ayəni və Musa aleyhissalam haqqında, Harun haqqında başlayaq danışmağa nə gəldi? Allah Taala buyurur ki: وَلَمَّا رَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ بِئْسَ مَا خَلَفْتُمُونِ مِنْ بَعْدِي. Musa qəzəblik halda, kədərli halda öz qövmünün yanına qayıtdıqda onlara belə dedi ki: məndən sonra siz necə də pis işlər gördünüz? Rəbbinizin əmrini qabaqlamaq istəyirsiniz. وَأَلْقَى الْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُ إِلَيْهِ. Lövhələri yerə atdı və qardaşının başından tutub çəkdi özünə tərəf. Qardaşı da Harun nə deyir? Qālə ibnə ummə innəl qavmə istəd'afuni və kədu yəqtulunəni. Qövmüm az qala ki, məni öldürəcəkdi. Yəni cəmaat məni zəif bilib az qala öldürəcəkdi. Məni rüsva etməklə düşmənləri sevindirmə və məni zalimlarla bir tutma. İnsan qəzəblənib. Bu insandılar. Yəni bunlar hətta peyğəmbərlərdə belə bir şey olubsa, Musa aleyhissalam haqqında Allah Taala bizə Quranda bunu bildirirsə, sahabelərdə də olub. Və həmçinin Əli radiyallahu anhu Abdullah ibn Abbas'a dediyi ağır sözlər var. Biharul Anvarın məclisinin Biharul Anvarında baxın 181-ci səhifə, 182-ci səhifədə Abdullah ibn Abbas'a yazdığı məktubdur. Və baxın, əvvəlində deyir ki: "Fəinni kuntu əşraktuka fi əmanəti." Mən səni, yəni öz əmanətimə şərik etdim. "Və ca'altuka şi'ari və bitanati." Səni özümə belə deyək, ən yaxın sirdaş elədim. "Və lam yakun fi ahli raculun awthaqa mink." Səndən deyir, aləmdə sənin qədər mənim yanımda etibarlı olan birisi yox idi. Və sonra daha sonra ixtisar edirəm. Ümmətə xəyanət etmək fürsəti əlvə düşən kimi, yəni o dərhal sən hücuma keçdin. Deyir, bilə-bilə haram yeyib içdiyin halda yemək və içmək sənə necə rahat gedir. Yəni sən bilirsən ki, bu haramdır, necə onu rahat yeyirsən. Yəni yetimlərin və miskələrin malı ilə cariyələr alırsan, qadınlarla evlənirsən. Halbuki bu malları Allah Taala möminlərə, mücahidlərə ayırmışdır. Allahdan deyir, qorx və vardud ilə həulayil qavm əmvaləhum. Və bu insanların mallarını qaytar. Və innəkə illəm təfəal thumma əmkənəni Allahu mink. Əgər bunu eləməzsənsə, Allah sənin mənim əlimə versə, لَأُعْذِرَنَّ إِلَى اللّٰهِ ف۪يكَ وَلَأَضْرِبَنَّكَ بِسَيْفِي. Allah qarşısında üzərimə düşəni, yəni o eləyəcəm və səni qılıncımla vuracam deyir. Yəni səni öldürəcəm. Elə bir qılınçdır ki, "Ləzi mə darabtu bihi ahadan illə dəxalənnar." Elə bir qılınçdır ki, ondan deyir, elə bir kəs yoxdur ki, ondan vurum cəhənnəmə girməsin. Səni də qılıncla öldürəcəm deyirsən. Mən də qılıncımla öldürən deyir, düşür cəhənnəmə. Və ona ağır sözlər yetib, malını yemirsən, aparmısan. Bu elə olur. İnsanlar arasında olur və hətta sizin kitablarda da baxın, bu rivayət var və belə şeylər çox gətirə bilərik. Və bundan daha şiddətli sahabələrin arasında baş verən qətl. Yəni bir-birlərinə qılınc çəkmələri, bu şeylər baş verib, bəli. Amma buna baxmayaraq Allah Subhanahu va Taala iki dəstəni, bir-birinə vuruşan iki dəstəni mömin adlandırır Qur'an-ı Kərimdə.
Allah Teala buyurur ki: "Və in taifatan minel mu'minina iqtatalu fa aslihu beynehuma." Möminlərdən iki dəstə bir-birinə vursa, onların arasını islah eləyin. Və in bəğat ihdahuma aləl-uxra. Biri digərinə qarşı haqsızlıq eləsə, təcavüz eləsə, fəqatilullati təbği hatta təfi'a ilə əmrillah. Təcavüz edənə qarşı, həmin o həddə aşana qarşı Allahın əmrinə qaydana qədər vuruşun. Əgər qayıtsa, hər iki dəstənin arasını ədalətlə islah eləyin deyir Allah Teala və ədalətli olun. Həqiqətən də Allah ədalətli olanları sevər. Və növbəti ayə, ondan sonra gələn ayədə deyir ki: "İnneməl mu'minuna ixva faslihu beyne axavaykum." Həqiqətən də möminlər qardaşdılar, elə isə iki qardaşın, möminlərin arasını islah eləyin. "Vettaqullaha la'allakum turhamun." Və Allahdan qorxun, bəlkə siz rəhm olunasınız. Allah Subhanahu va Taala bir-biri ilə vuruşan iki dəstəni belə mömin adlandırır. Möminlərdən deyir iki dəstə. Və sonra nə deyir? Qardaşlarınızın arasını düzəldin. İnnemel mu'minuna ixva, möminlər qardaşdılar. Yenə də qardaşdılar. Yenə də mömin deyir, qardaş deyir onlara, qardaşdılar. Və yəni səhv axtarmaq lazım deyil. Nəsə o xətaları götürmək, o fitnəli şeyləri götürmək, paylaşmaq, bunlar lazım deyil. Quran-ı Kərimə təslim olmaq lazımdır. Allahın ayətlərinə təslim olmaq lazımdır. İman gətirmək lazımdır. Və necə ki, öncəki ayətlərdə gətirdim ki, Allah Teala bizə yol göstərib ki, necə olmalıdır? Qəlblərimiz möminlərə qarşı necə olmalıdır? Mühacir ənsarları təriflədikdən sonra onlardan sonra gələnlər deyirlər: Rəbbimiz bizi və onları bağışla, bizdən öncə iman gətirənləri bağışla, qəlblərimizdən onlara qarşı kin küdrətə yer saxlama. Bu cür olmalıdır. Sonra deyir ki, siz sahabiyə niyə belə tərif vermişsiniz və bu tərifi hardan çıxartdınız? Yəni sahabə hardan çıxartdınız ki, o kəsdir ki, peyğəmbəri görən, yəni iman gətirən, mömin olan və o iman üzərində ölən. İndi buna ilişir. Bəli, bizim tərif budur ki, sahabəyə verdiyimiz tərif budur ki, sahabə o kəsdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi görüb, ola bilər adam kör olsun, amma görüşüb Peyğəmbərlə sallallahu aleyhi və səlləm. Necə? Mömin olaraq, müsəlman olaraq, mömin olaraq və mömin olaraq da ölüb. Və budur sahabə. Çünki imansız şəkildə görüşən, Peyğəmbəri görən, müşriklər də görüb, münafiqlər də, kafirlər və s. biz onları sahabə demirik ki. Və yaxud Peyğəmbəri görüb, iman gətirib, sonra dindən çıxıb. Buna da biz sahabə demirik. Sahabənin tərifi budur. Sən tərif bilirsən, gətir. Sən nə deyirsən? Sahabənin tərifi nədir? Gətirsən, sənə tərifə baxaq. Müəyyən şərt, nə şərt qoymusan, misal üçün, ola bilər, deyəsən ki, sahabə o kəsdir ki, buluq yaşına çatmalıdır, həddi buluğa. Filan yaşdan sonra Peyğəmbərin görənə deyirlər. Və yaxud filan müddət, 1 il, 5 ay, 3 ay Peyğəmbərin yanında olana deyirlər sallallahu aleyhi ve sellem, sahabə. Yəni nədir o? Gətirsən, sənə tərifə baxaq. Görək sən necə tərif verirsən sahabiyə. Və çox danışmaq olar, çox məsələlərə toxunmaq olar. Sadəcə bacardığım qədər ixtisar etməyə çalışdım və bu qədər kifayətlənək. Ehtiyac olarsa, nəsə desə, yenə cavabını verəcəyik. İnşallah. Və subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk.